vaxtınız xeyir. Nardaranda divarlarda dini yazılar rənglənir, dini bayraqlar yığışdırılır. Efirdə Azadlığı Live-da bizimlə qalın. Nardaran olayları qansız ötüşə bilərdimi? Rusiya Erdoğanı İslam Dövləti qrupu ilə qanunsuz neft alverində ittiham eləyir. Rusiya bildirib ki, NATO genişlənsə cavab tədbiri görəcəklər. Dekabrın 1-də Nardaranda keçirilən xüsusi əməliyyatdan sonra kənddə polis postları hələ də qalır. Jurnalistləri qəsəbəyə buraxmırlar. Kəndə hələ də işıq verilmir. Nardaranda bütün dini bayraqlar yığışdırılıb. Məlumata görə dini şüarların, kəlamlarının üstü rənglənir. Noyabrın 26-sında hökumət qüvvələri Nardaranda əməliyyat keçirmişdi. 2 polis, 5 mülki şəxs ölmüşdü. Hökumət deyir ki, həmin vaxt kəndə olan Müsəlman Birliyi Hərəkatının üzvləri şəriət dövləti qurmaq məqsədi güdürlər, terror törətmək istəyiblər. Hərəkat ittihamı qəbul eləmir. Hadisənin ardından dekabrın 1-də hökumət qüvvələri kənddə növbəti əməliyyat keçirib. İtki haqda məlumat yoxdur. Jurnalistlər kəndə buraxılmır. Nardaran olayı başqa cür qansız ötüşə bilərdimi? Hakimiyyət bu məsələdə nəyi düz, nəyi səhv eləyir? Heç nə düz eləmir. Zor işi, xalqa qarşı zor zəbir tətbiq edilməsi səhvdir. Mükəlməyə gedilməməsi səhvdir. Nardaran əhalisinin hüquqlarının pozulması, işsizlik və s. seçkilərin saxtalaşması hamısı səhvdir. Nardaran əhlində günahı var. Əlbəttə, onlar da günahlar var ki, təşkilatlanmayıblar, qanun çərçivəsindən barədə aparmırlar, küskün uşaq kimi, erkən uşaq kimi aparmırlar, bu düzgün deyil. Amma o bir tərəfdən onlara çıxış yolu qalmır. 70 il Sovet hökuməti və 25 ildə müstəqil Azərbaycan hökuməti. Onlara başqa cür yol qoyun, onları başqa cür yetişdirin. Oxumayacaksın, tələbəllik, Bütün bunları bizə siz göndərdiniz. Maraqlı və önəmli hadisə ilə rastlaşsan, video və fotosunu çək, mobil reportera göndər, paylaşaq. Azadlıq Radiosunun Facebook səhifəsinin mesaj qutusu. Azadlıq Radiosunun WhatsApp nömrəsi. Gördüklərinizi çəkib göndərin, paylaşaq. Yeni Ermənistan hərəkatı dekabrın 2-də yenidən Yerevanın mərkəzi meydanında etiraz aksiyasına çıxıb. Bu barədə Azadlıq Radiosunun erməni xidməti xəbər verir. Aksiyaçılar konstitusiya düzəlişləri ilə bağlı referenduma qarşı çıxırlar. İRS partiyasının lideri Rafi Ovanesyan da bundan əvvəl Azadlıq meydanında tərəfdarları qarşısında çıxış edərkən bildirib ki, hakimiyyətin təzyiqlərinə baxmayaraq etirazlar davam etdiriləcək. Polislə toqquşmaya baxmayaraq Rafi Ovanesyan hakim partiyanın baş qərargahı qarşısına gül qoymaqdan çəkinməyib. Bu güllər vida gülləridir. Çünki artıq saxtalaşdırılmış referendumla özünü möhkəmləndirmək istəyən və Ermənistan Respublikasını öz partiyası ilə əvəz etmək istəyən bu partiya olmayacaq, deyə o bildirib. Dekabrın 6-da Ermənistanda konstitusiya düzəlişləri ilə bağlı referendum keçiriləcək. Söhbət Ermənistanın parlament üsul idarəsinə keçməsindən gedir. Dəyişiklikdə prezidentin səlahiyyətlərinin parlamentə verilməsi və dövlət başçısının xalq yox, parlament tərəfindən seçilməsi, prezidentlik müddətinin isə 5 ildən 7 ilə qaldırılması nəzərdə tutulur. Müxalifət hakim partiyanı hakimiyyəti zəbt eləməkdə ittiham edir. Rusiyanın Müdafiə Nazirliyi Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğan və ailəsini İslam Dövləti qrupu ilə qanunsuz neft alverində ittiham edib. Nazirliyin nümayəndəsi dekabrın 2-də Moskvada keçirdiyi brifinqdə bildirib ki, Nazirlik İslam Dövləti qrupundan Türkiyəyə yanacaq göndərilən 3 yol bilir. Rəsmilərin sözlərinə görə peytdən çəkilən görüntülər neft daşıyan maşınların Suriyadan Türkiyəyə keçdiyini göstərir. Türkiyə Hərbi Hava Qüvvələrinin noyabrın 24-də Suriya sərhədində Rusiyanın Su-24 təyyarəsini vurmasından sonra iki ölkə arasında münasibətlər gərginləşib. Rusiya buna görə Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib. Ankara təyyarənin onun